Hər vaxtınız xeyirli olsun. Bilirsiniz ki, abituriyentlərə kömək məqsədilə mütəmadi olaraq videolar çəkirəm ki, bəzi məqamlar vaxtında aradan qaldırılsın. Hər hansısa bir səhvi aradan qaldırmayanda və vaxtından keçəndə sonra peşman olur və bu da sizin bir növ gələcək təminatınızın zədələnməsi, korlanması ilə nəticələnir. Nələr baş verir? Deməli, buraxılış qeydiyyatı edərkən diqqət edəcəyiniz bir çox məqamlar var. Əsas məqam yaşadığınız məntəqədir. Məntəqəni hara yazsanız, imtahan orada verəcəksiniz. Ola bilər kabineti çoxdan açmısınız. Yəni, mən düşünürəm ki, ərizəni təsdiq etməmişdən öncə söhbət buraxılış ərizəsindən gedir. Həm bu 9 illik, həm də 11 illik, hətta magistrlara da aiddir. Ərizəni təsdiq etməmişdən öncə şəxsi kabinetinizə daxil olun. Yaşadığınız məntəqənin hara olduğuna əmin olun. Ola bilər əvvəl yaşayırdınız Cəlilabadda, amma indi Bakıda yaşayırsınız və bu nöqteyi nəzərdən də siz mütləq yaşadığınız ərazini qeyd edin ki, imtahanı həmin əraziyə yaxın olan yerdə verməlisiniz. Bölməyə fikir verin. Bəziləri səhvən Azərbaycan bölməsi, Rus bölməsi yazır. Xarici dil seçiminə diqqətli olun. Siz hazırda 11-ci sinifsizsə, orada bölmənizi də məktəbdə keçdiyiniz dildən fərqli bir dili də seçə bilərsiniz. Bununla bağlı demə əlavə rüsum ödəyirsiniz, amma yenə də seçim etmək şansınız var. Digər məqam ondan ibarətdir, Rus sektorları. Siz qeydiyyatdan keçərkən onsuz da avtomatik olaraq Azərbaycan dili imtahanına buraxılırsınız. Əlavə bir qeydiyyata ehtiyac yoxdur. Əgər Azərbaycan dövlət dili kimi Azərbaycan dilindən kəsilsəniz, ikinci dəfə sizə yenə şans verilir. Bu da nəzərinizdə olsa, bu həm 9 illik, həm də 11 illik bazadan qəbul olmaq istəyənlərə aiddir. Gəldik digər məsələyə. Siz deməli ərizəyə girəndə orada 2 xana var. Ali təhsil müəssisələri, bir də 11 ildən kollec. Mütləq ikisini də yazın. Deyə bilərsiniz ki, mən 600 bal toplayıram, mənim kollec nəyimə lazımdır və yaxud da mən 70 bal ancaq yığıram, mənim ali məktəb nəyimə lazımdır, elə şey eləməyin. Biz ixtisas seçimi zamanı çox məsələləri görmüşük. Misal üçün, adam sinəsinə döyüb ki, bəs mən universitetə qəbul ola biləcəm, amma nə baş verib, universitetin balını toplaya bilməyib, kollecə qəbul olmaq istəyib, amma vaxtında xananı aktivləşdirmədiyinə görə müəyyən sıxıntılar yaşanıb. Bu nöqteyi nəzərdən də tutalım, siz 600 bal yığın, lap gözəl, lap yaxşı bir haldır. Amma birdən yıxa bilməsəniz, söhbət xüsusən bazı bal yığan şagirdlərdən gedir, 600 bal misal üçündür. Birdən bal toplaya bilmədiyiniz halda isə, yəni kollec seçiminizdə qalsın. İstifadə eləməyin, amma hər iki xananı təsdiqləyin. Hər iki xana mütləq qeyd olunmalıdır. Və ən çox verilən sual, aşağıda imza yeri, o problem deyil, o boş qala da bilər. İndiki ərizə imtahana buraxılış vərəqəsi deyil, elektron ərizənin təsdiqlənməsini sübut eləyən sənəd hesab olunur. Suallarınız varsa rəydə yazın, cavablandırın. İxtisas seçimi, eləcə qeydiyyatla bağlı çətininiz varsa 051 346 14 38 mobil nömrəmə müraciət edə bilərsiniz.